Salam aleykum, hər vaxtınız xeyir. Bu günləri inşallah Elmar qardaşımızla birlikdəyik. Elmar qardaşımız qonağımızdır. Demək, çox suallar gəlir. İndi suallara bir-bir inşallah cavab verəcəyik bacardığımız qədər. Gözəl qardaş. Bəli, buyurun. Demək, suallardan biri odur ki, isti soyuq su terapiyasının faydaları nədir? Biz oradan nə fayda əldə edirik? Birinci Roman qardaş, siz bilirsiniz ki, isti soyuq su terapiyasını eləyən kimi faydalarını saymaqla bitməz. Sadəcə bizim ölkəmizin vətəndaşları, Azərbaycan xalqı bu isti soyuq su barədə məlumatları kifayət qədər azdır. Çox azdır. Çox, həddindən artıqdır. İsti soyuq su terapiyasının birinci faydaları ondan ibarətdir ki, bədəndə kapilyarları açır. Əgər bizim bədənimizdə kapilyarlar açıldısa, ürəyin fəaliyyəti yaxşılaşır. Bu birinci tərəfi. Çünki bizim ana damarlarda olan qan dövranı sürətli hərəkət əvəzinə bədənə yayılaraq və bütün toxumaları qidalandıraraq kapilyarlar nəticəsində təzədən ürəyə qayıdır. İkinci bir tərəfdən biz su terapiyasını eləməklə qan damar sistemində bizim dərimizin üzərindəki olan kapilyarlarda olan mikrobları məhv edirik. Hansı mikrobları məhv edirik? Bax, bu qanımızda axan mikroblar isti temperaturda məhv olur. İndi çox insan deyəcək ki, mən onsuz da isti su ilə çimirəm, yuyunuram. Xeyr, siz isti su ilə yuyunanda sizdə böyük qan damar sistemi genişlənir. Mənim sadəcə məqsədim odur ki, geniş cavab verim bu suala. Düz. Onunla da damarların elastikliyi bir müddətdən sonra itir. Damar genişlənir, çox üzr istəyirəm, biz buna deyirik ki, boşalır. Amma bizim kapilyarlarımızda bu isti su dəyməklə mikrobları məhv eləyir. Hansı ki, bizim bədənimizin özü bu temperaturu qaldırır yuxarı. 39, 38, 40, 41, ən maksimalı 42-dir. Bax, biz o vəziyyəti yaradır. Burada soyuq su nə rolunu oynayır? Soyuq su bizim dərimizə dəyməklə bədəndə kapilyarları, damar sistemini yığır. Damar sistemini yığan kimi qan sürətlənir. Qan sürətli olduğuna görə də birində genişlənir, aşağı düşür, birində genişlənir, artır. Qan hərəkət eləməklə bizim damarlarımızda olan kirəcləri başlayır açmağa. Özü üçün yox. Və bunun nəticəsində bizim orqanlarımızdakı hansı hissələrdən qan çatışmırdı və bu qanı ora ötürməklə başlayır orada orqanları qidalandırmağa. Əsas səbəb budur. Ona görə də hər bir insan sağlamlığını qorumaq istəyirsə, sağlamlığını bərpa eləmək istəyirsə, onkoloji xəstəlikdən əziyyət çəkirsə, mütləq və mütləq isti soyuq su terapiyası birinci qaydadır. Tam düz. Buyur, başqa sualların Roman bəy. Başqa demək suallardan biri odur ki, çox suallar verirlər ki, biz yürüyüşü hansı vaxt eləsə bizə ən faydalı olar yürüyüş. Buna aydınlıq gətirmək istəyirəm. Birinci yürüyüş üçün ən gözəl qızıl qayda səhərdir. Niyə görə? Çünki insan vaxtında yatırsa, vaxtında yatmaq nədən ibarətdir? 8-10 tamamda insan yatmalıdır. Əgər gecikirsə 11 tamamda da yatmaq qəbul olunur. Bunun ikinci bir tərəfi, biz əgər 10-da, 11-də yatırıqsa, mütləq 5-6 tamamda yuxudan oyanırıq. Bəzi insanlar gec yatdığı üçün onlar düşünür ki, mən 6-da durub 7-də, 8-də niyə yürüyüş eləməliyəm? Qoy 11-12-də yürüyüş eləyim. Bugünkü günü tibbdə səhər tezdəndən idman birinci qəbul olunur. Baxsaz, bu qədimdən yayılıb. Bugünkü günü üzdə olan sənətçilərə siz baxsaz, onların birinci səhər proseduru idmanla başlayır. Biz yürüyüşə çıxanda qan dövranı aktiv olur. Həddindən artıq aktiv olur. Qan dövranı aktiv olandan sonra qan bütün toxumalara gedib çatmağa başlayır. Biz ikinci qidamıza başlayanda yürüyüşdən sonra qidanı qəbul edən kimi qidada olan mineral, vitamin bağırsaqdan sovrularaq
orqanlara çatır. Çatdırılır. Bəli. Və bunun nəticəsində həm bağırsaqda sürətli hüceyrə yaranır, həm bağırsaqda sürətli qan yaranır və bu qan da bədənə daşınır. Orqanlar bundan yaxşı qidalanır. Həm də səhər tezdəndən insan vaxtında yatıb oyananda çox gümrah olur, enerjili olur. Enerjili olur səhər. Həddindən artıq enerjili olur. Yəni buna diqqət eləmək yaxşıdır ki, birinci səhər yürüyüşə çıxın. Bir də ki, Elmar qardaş, Bəli. indi çox insanlarda qan laxta olur. O insanlara tövsiyən nə olar? Yəni yürüyüş eləsə, mən deyirəm ki, hər zaman o insanlara yürüyüş eləsən sənin qanında laxtalıq olmayacaq. Durulacaq qanun sənin. Buradakı proses ondan ibarətdir ki, Oturaq həyat sürən insanlarda adətən bu. Oturaq həyat sürən insanlarda bəli, bu baş verəcək. Məsəl üçün, babasildən əziyyət çəkənlərin də ən birinci nöqtəsi niyə görə babasil olur oturaq adamlarda? Bədəndə yığılıb qalan qeyri-üzvü maddələr, əsasən qeyri-üzvü duzlar babasildə toplanır. Çünki mədə bağırsağa onlar orada həzmə gedir, mədə bağırsaqdan keçəndən sonra qana keçən kimi birinci bədən orada yığmağa başlayır. Biz oturaq həyat keçiririk axı. Biz qanımızı necə durğunlaşdıra bilərik? Biz qanımızı durğunlaşdırmağın birinci yeganə yolu canlı qidadır. Canlı qida yeyəndə insanın bədənində qeyri-üzvü duzlar əvəzinə üzvü duzlar yaranır, üzvü kalsium yaranır, üzvü maddələr yaranır. Bu başlayır qan damar sistemində kirəc yaratmamağa. Əksinə, kirəclər varsa o kirəci təmizləməyə başlayır. Bu birinci tərəf. İkinci bizə lazım olan əsas hissə şirələrdir. Meyvə tərəvəz şirələri. Niyə görə meyvə tərəvəz şirələri? Meyvə tərəvəz şirələri birbaşa olaraq bağırsaqdan sovrulur, qana keçir. Bizə də lazım olan mineral vitamindir. Mineral vitamin yoxdursa, bədəndə heç vaxtı qanda durğunluq yarana bilməz. Başqa bir tərəfini istədiyim, biz qanda şəkərlə spirtin balansını təmin eləməliyik. Əgər siz kifayət qədər şəkər qəbul edirsinizsə, sizin qanınızda spirt aşağı düşəcək. Məsələn, bu insanlar şəkər xəstəliyindən əziyyət çəkənlərdir, pankreatit deyirlər, mədaltı vəzinin ağrılarıdır, qaraciyərin piylənməsidir, bundan sonra nəfəs darğınlığıdır. Bunlar üçün ən gözəl qida qandakı şəkəri nizamlamaq üçün alma sirkəsidir. Alma sirkəsi qanımızdakı şəkəri nizamlayacaq. Ondan əlavə su. Bizə lazım olan sudur birinci. Çünki bədənimizin bütün 70%-ni su təşkil edir. Su olmayan yerdə qanda heç vaxt durğunluq ola bilməz. Bura biraz da xırda əlavə edeyim ki, bu su içə bilməyən adamların gözəl qidası olmalıdır itburnu qaragilə dəmləməsi. Çünki suyu minerallaşdırıb, zənginləşdirib, vitamin mineralına zəngin edib içməli. Tək burada itburnu qaragilədən getmir. İstənilən meyvəni siz suda saxlayıb axşamdan dəmləməklə səhər qəbul edə bilərsiniz. Düzdür. Bir də Elmar qardaş, ən çox bizim pis vərdişimiz olan qidaları qarışdırmaq. Bəli. Bunu qarışdıranda insanlar buradan nə pis fəsad, yəni çıxır ortalığa. Yəni buna yüngül aydınlıq gətirər. Heç olmasa onlar aydın olardı ki, biz bunu eləməyək. İnsanlar üçün nə zərər görürlər? İnsanlar üçün ən birinci qayda düzgün qidalanmaq qaydadır. Məhəmməd Peyğəmbərimiz deyir ki, bütün xəstəliklərin yuvası mədədir, bütün xəstəliklərin dərmanı pəhrizdir. Bax, buna çox diqqət. Biz pəhriz deyəndə insanlar avtomatik düşünürlər ki, yenə bu pəhriz, belə də iyrənirlər, yox, bu pəhriz adını gətirmə mənə, mən ücə iyrənmişəm. Siz gedirsiniz, məsələn, diyetoloqlara, sizə bir dənə resept verirlər və qida qaydası yazılar ki, siz davamlı olaraq bu cür qidalanmalısınız. Xeyr, belə bir şey yoxdur. İnsanlar hər biri özü-özünün həkimi olmalıdır. Birinci, buna riayət edin. Necə biz özümüzün həkimi olaq? Necə özümüzə pəhriz saxlayaq? Bu pəhriz yəni necə düzgün qidalanaq? Birinci, qidaların uzlaşma qaydasını bilmək lazımdır.
hər bir insanın